Hər vaxtınız xeyir olsun dostlar. Bugün yenə hamını narahat edən bir mövzu haqqında danışacağım. Pul niyə qalmır və bunu necə dəyişmək olar? Hamını bu mövzu narahat edir. Mən də düşündüm ki, əgər pul bu qədər hamı üçün mühümdürsə, mən də vaxta video çəkim. Daha doğrusu Reels yox, Shorts çəkdim və istədim daha da geniş vaxtda danışım. Hətta kitab belə sifariş vermişəm. Göstərim onu. Psychology of Money. Pulun psixologiyası. Pulun qalmamaq səbəbi, yəni sən qazanırsan və sən əlində saxlaya bilmirsən. Bu sənin düşündüyün, pul haqqında düşündüyün düşüncələrdir, belə deyim. Yəni, sən pula necə yanaşırsan? Pul enerjidir. Sənin daxili pula yanaşmandır. Pulu çox da gözünüzdə böyütməməlisiniz. Bəli, razıyam sizinlə. Maddiyyatdır, hər şey maddiyyatdır. Razıyam. Kapitalizm dövründə yaşayırıq. Pulsuz demək olar ki, indi yaşam mümkün deyil. Ona görə hamı narahat edir. Və çoxumuzu da məhz məktəbdə pul haqqında, pul daha doğrusu necə qazanmaq, pul necə investisiya eləmək, bunu öyrətməyiblər. Mən belə öyrətməyiblər. Mən özüm çoxlu kitablar, araşdırmalar və öz keçdiyim təcrübələr pul haqqında mənim düşüncəmi formalaşdırıb. Pul daha çox, belə deyim, sənin dediyim kimi necə yanaşmağındır. Əgər düşünürsənsə, okey, pul çətindir mənim üçün. Pul məndən gəlir gedir. Və yaxud da ki, mən pulu saxlaya bilmirəm. Nə səbəbidir, əlimin duzu yoxdur. Və bu kimi düşüncələr pulu səndən uzaqlaşdırır. Hamının potensialı var, hamı qazana bilir. Biri asanlıqla qazanır, biri çətinliklə qazanır. Və asanlıqla qazananların bir önəmli düşüncəsi var ki, onlar pula çox da böyük bir rol vermir. Pula, okey, pul kimi yanaşır. Biz pulu böyüdüyümüzə görə, pulu biz çətin bir şey kimi hiss edirik özümüzdə, düşünürük. Ki pulu biz zülümlə qazanmalıyıq. Nə bilim, 12 saat işləməliyik. Bala, indi çətindir pul qazanmaq, asan deyil. Niyə məhz bəziləri üçün rahatdır, bəziləri üçün çətindir? Çünki asan qazananlar sizin kimi biri sandı. Heç nə onları sizdən daha üstün etmir. Hətta deyərdim, onların bəlkə də bilirləri sizdən daha azdır, amma pulları çoxdur. Onlar çünki pulun necə saxlamağı bilirlər. Yəni, pulun belə desək, bərəkətini bilirlər. Pulu saxlamaq üçün siz hər qazandığınızdan, bunu Robert Kiyosaki də demişdi, Varlı və Kasıbata. Bu kitabı mən də oxumuşam. O deyirdi ki, qazancınızdan 10%-ni qırağa atın. Yəni,
bir sistem qurun özünüz üçün. Buna gedir. 10% qırağa qoy. Məndə bir böyük bir necə deyim, plasmas bir kutu var. Ora mən pulu atıram. Çünki bilirəm ki, pul onsuz da gedəcəkdir arasa. Ondan pulu qoyuram, ora dəymirəm. Bir məqsəd var ki, ora o mənim deyil. Ona baxmıram və hesab da var, mənim öz bank hesabım. Məndən qazancığımdan fond var, ora investisiyalar, o pul sonra yığılır. Yəni pulun 10%-ni mümkün dərəcədə qoyun qırağa. Çox deyəcək ki, mümkün deyil, indi pul qırağa qoymaq o qədər mümkündür. Hesablayırsan, mən nəyə artıq ödəyirəm? Nəyə gedir? Nə siqaretə gedir və yaxud da ki, nə bilim, içkiyə gedir. Boş-boş nəyə pul xərcləyirəm? Yəni nədə mən özümə məhdudiyyət qoya bilərəm? Nə bilim, siqaretdə, içkidə, əyləncədə. Yəni biz boş-boşuna xərclədiyimiz pulun bərəkəti gedir. Özüm də sınamışam. Düzdür, mən əyləncəyə indi heç bir, yəni bu içki falan içmirəm ümumiyyətlə. Və bunlara mən pul xərcləmirəm. Çünki artıq düşüncəm dəyişib. Pulun bir növ qədrini biləndə pul daha yaxşı və daha rahat sənə axır. Axın daima var. Marağı odur ki, hər gün sən duranda yuxudan sənin üçün yeni bir ruzi axır. Yeni bir ruzi gəlir. Yəni mümkün deyil ki, sən o axından geridə qalasan. Bunu sadəcə sənin düşüncələrin formalaşdırır. Səni axından saxlayır. Bunu bilməlisiniz ki, məni bloklayan nədir? Pul axını, niyə pul əlimdə qalmır, niyə gedir? Özünü toparlayanda artıq anlayırsan ki, burada mən xərcləməyə bilərdim, bunu mən verməyə bilərdim. O demək deyil ki, xəsis olmalısınız. Xəsis olanda da pul gəlmir. Çünki pul enerji olduğuna görə siz xərclədikcə gəlir. Ona görə din də bizə deyir ki, xums verin, imkanı az olanlara yardım edin. Böyük varlı insanlar da bundan istifadə edir də, fondlar yaradır. Çünki pulun necə gəlib getdiyinin psixologiyasını anlayır. Ki, pul necə gəlir? Bu sistemi bilirlər deyənə, onlarda pul qalır və onlarda pul artır. Bu sistem elə qurulub ki, sənin əgər daxilində pul haqda düşüncən necədirsə, o da sənə elə gələcək. Rahat gələcək və blok olmayacaq. Ona görə çalış, bunu anla. Mümkün dərəcə istəyirəm qısaylayayım, amma görürəm ki, alınmır, üzürlü sayın. İstəyirəm tam olaraq fikrimi toplayım, sizə ötürüm, siz də faydalanın bundan. Vaxtı ikən mənim də belə problemim olub. Çox çətinliklə qazanmışam daha doğrusu. İndi puluma daha çox dəyər verirəm, daha çalışıram ki, pulu doğru xərcləyim, zəkat verim. Zəkat da çox vacibdir. Elə düşünməyin ki, mən burada 10 manat kiməsi verəcəm. Mənim 10 manatım cibimdən getdi. Yox, o gələcək sizə başqa yön. Sınaya bilərsiniz, gələcək həqiqətən. Bu qədər əzizlərim. Üzürlü sayın əgər uzun oldusa. Kanala abunə olun, kommentlərinizi yazın, təcrübələrinizi yazın. Mən də sizə bir cavab verəcəm. Növbəti videolara qədər özünüzə yaxşı baxın. Çox sağ olun izlədiyiniz üçün.